Yapon əzgili, başqa dildə desək muşmula. Siz heç bu meyvənin nə qədər faydalı olduğunu bilirsiniz? Elə isə videonu sona qədər izləyin və bu meyvə haqqında məlumatlardan anında xəbərdar olun. Yapon əzgili xüsusilə beta-karotin, meyvəyə sarı narıncı rəngi verən maddələr baxımından çox zəngindir. O hüceyrələri qoruyur, immuniteti artırır. Tərkibindəki C və A vitaminləri bədənin müdafiə sistemini gücləndirir, infeksiyalara və mövsümi virus xəstəliklərinə qarşı müqaviməti artırır. O, ürək-damar sağlamlığı və təzyiqin tənzimlənməsində böyük rol oynayır. Meyvənin tərkibindəki yüksək kalium və maqnezium ürək əzələləri üçün həyati əhəmiyyət kəsb edir. O, qan təzyiqini aşağı salır, insult və infarkt sisteminin riskini xeyli azaldır. Damarların elastikliyini qoruyur və xolesterolun damar divarlarına yığılmasının qarşısını alır. Yapon əzginin meyvəsi qədər yarpaqları da xeyli faydalıdır. Belə ki, onun yarpaqlarında olan turşular tənəffüs yolları üçün unikal müalicəvi təsirə malikdir. O, öskürəyi kəsir və bəlğəmi təmizləyir, bronxları genişləndirir, boğazdakı qıcıqlanmanı aradan aparır, ağciyər iltihabını azaldır. Xüsusilə siqaret çəkən və havası çirkli mühitdə yaşayan insanlar üçün ağciyərləri toksinlərdən təmizləyir. Yapon əzgili həzm sisteminin işini yaxşılaşdırır və arıqlamağa da kömək edir. Belə ki, o, lif mənbəyidir. Buna görə də bağırsaqları sürətləndirir, qəbizliyin qarşısını alır. O, çəki nəzarətində də güclü rol oynayır. Belə ki, kalorisi olduqca aşağıdır, təqribən 100 qramında cəmi 47 kalori mövcuddur. Lifli quruluşu sayəsində mədədə şişərək uzun müddət toxluq hissi yaradır və şirniyyat istəyini də azaldır. Qan şəkərini tənzimləyir və göz sağlamlığına da olduqca faydalıdır. Belə ki, o, gözün torlu qiyşasını qoruyur, yaşla bağlı yaranan görmə zəifliyini və kataraktanın, yəni göz pərdə gəlməsinin qarşısını almağa kömək edir. Gecə görmə qabiliyyətini yaxşılaşdırır. Bu qədər video sizə faydalı oldusa, bəyənməyi unutmayın. Sağlam qalın.